Salam. Bugün çoxlarımızı maraqlandıran bir mövzunu aydınlaşdıracağıq. Azərbaycan pasportu. Gəlin görək, bu kiçik kitabçanın arxasında hansı qanunlar dayanır və onunla bağlı nələri bilməliyik? Baxın, qanun elə ilk cümləsindən hər şeyi aydınlaşdırır. Pasport əslində sadəcə bir sənəd deyil. O, bizim ən təməl insan hüquqlarımızdan birinin, yəni sərbəst hərəkət etmək hüququmuzun bir növ təminatçısıdır. Bu qanunu daha yaxşı anlamaq üçün gəlin onu 6 sadə hissəyə bölək. Səyahət hüququmuzdan başlayıb, pasport növləri, içindəki məlumatlar və sonda üzərimizə düşən məsuliyyətlərə qədər hər şeyə toxunacaq. Elə isə başlayaq. Yaxşı, gəlin başdan başlayaq. Ümumiyyətlə, Azərbaycan pasportu nə deməkdir? Qanuna görə, pasport ölkədən kənarda sizin şəxsiyyətinizi təsdiq edən yeganə rəsmi sənəddir və bu sənəd sizə həm ölkədən getmək, həm də ölkəyə qayıtmaq hüququ verir. Amma maraqlı bir detal var. Pasport sizin olsa da, mülkiyyəti Azərbaycan Respublikasına aiddir. İndi isə gəldik çox maraqlı bir hissəyə. Yəqin çoxumuz elə bilirik ki, bircə növ pasport var. Amma qanunvericilik əslində 3 fərqli növ pasport müəyyən edir. Bu cədvəl hər şeyi çox aydın göstərir. Bizim, yəni adi vətəndaşların istifadə etdiyi ümumvətəndaş pasportu, sonra dövlət işi ilə bağlı olanlar üçün xidməti pasport və bir də ən yüksək statuslu diplomatik pasport. Görürsünüz, həm kimə verildiyi, həm etibarlılıq müddəti, həm də dövlət rüsum məsələsi tamamilə fərqlidir. Gəlin indi əksəriyyətimizin sahib olduğu o ümumvətəndaş pasportuna daha yaxından baxaq. Onunla bağlı əsas detallar nələrdir? Deməli, pasportun nə qədər müddət almaq olar? Əgər vaxtınız varsa, standart müddət 10 iş günüdür. Amma tələsirsinizsə, əlavə rüsum ödəyərək bu müddəti 5, hətta cəmi 1 iş gününə sala bilərsiniz. Və Allah eləməmiş təcili tibbi yardım və ya xaricdəki qohumla bağlı fövqəladə bir hal olarsa, pasportunuz cəmi 2 günə hazır olur. Bəs pasportun etibarlılıq müddəti? Bu tamamilə yaşdan asılıdır. Məsələn, 1 yaşa qədər körpəyə verilən pasport cəmi 1 il etibarlıdır. Çünki körpələrin görünüşü çox tez dəyişir. Amma 18 yaşdan yuxarı şəxslər üçün bu müddət 10 ildir. Məntiq olduqca sadədir. İndi isə gəlin qısaca o digər 2 pasporta da nəzər salaq, sırf rəsmi dövlət işləri üçün olanlara. Burada əsas fərqi anlamaq çox vacibdir. Xidməti pasport sahibinə xaricdə Azərbaycan rəsmiləri tərəfindən kömək göstərilməsini təmin edir. Yəni bir növ dəstək verir. Amma diplomatik pasport tamamilə başqa bir səviyyədir. O, sahibinə diplomatik toxunulmazlıq, yəni immunitet verir. Yaxşı, bəs hər gün əlimizdə saxladığımız bu pasportun içində tam olaraq nə yazılıb? Gəlin birlikdə vərəqləyək. Ad, soyad, ata adı, vətəndaşlıq, doğum yeri və tarixi. Bunlar standart məlumatlardır. Hətta qan qrupunuz belə qeyd olunur. Və əlbəttə, beynəlxalq səyahətlərdə heç bir problem olmasın deyə bütün bu məlumatlar həm dövlət dilimizdə, yəni Azərbaycanca, həm də ingiliscə yazılır. Amma müasir pasportlar təkcə kağız və mürəkkəbdən ibarət deyil. Onların içində xüsusi bir elektron daşıyıcı, yəni çip var. Bəs bu kiçik çipin içində nə gizlənir? Sizin rəqəmsal şəkliniz və əgər 15 yaşınız tamam olubsa, barmaq izləriniz. Bu, təhlükəsizliyi inanılmaz dərəcədə artırır və pasportun saxtalaşdırılmasını demək olar ki, mümkünsüz edir. Və sonuncu, amma çox vacib bir məqam. Pasport sahibi olmaq təkcə hüquq deyil, həm də ciddi bir məsuliyyətdir. Təsəvvür edin ki, pasportunuzu itirdiniz. Heç kimin başına gəlməsin, amma belə bir vəziyyətdə nə etmək lazımdır? Qanun çox aydındır. İlk addım dərhal məlumat vermək. Əgər Azərbaycandasınızsa, pasportu verən dövlət orqanına. Yox, əgər xaricdəsinizsə, o zaman ən yaxın Azərbaycan konsulluğuna müraciət etməlisiniz. Onlar da sizə ölkəyə qayıtmaq üçün müvəqqəti bir sənəd verəcəklər. Pasportu dəyişdirmək təkcə müddəti bitəndə lazım deyil. Qanun başqa hallar da nəzərdə tutur. Məsələn, adınızı və ya soyadınızı dəyişmisinizsə, pasport cırılıbsa, yararsız hala düşübsə və ya içindəki məlumatlarda səhv tapılıbsa. Burada maraqlı bir detal var. Əgər səhv dövlət orqanı tərəfindən edilibsə, o zaman pasportunuz bir gün ərzində və tamamilə ödənişsiz dəyişdirilir. Və sonda çox vacib bir xəbərdarlıq. Gəlin unutmayaq ki, pasport dövlətin mülkiyyətidir. Ona görə də ona bilərəkdən yalan məlumat daxil etmək, onu saxtalaşdırmaq, satmaq və ya başqa qanunsuz məqsədlərlə istifadə etmək, bunlar ciddi cinayət məsuliyyəti yaradır. Beləliklə, gördüyünüz kimi pasport sadəcə sərhədi keçmək üçün bir vasitə deyil, o, bizim dünyaya açılan qapımızın açarıdır. Və bu açar həm bir hüquq, həm də böyük bir məsuliyyət deməkdir. Öz açarınızı qoruyun. Bizimlə olduğunuz üçün təşəkkür.